Nəsimi demişkən, söz yox, duyğular yox, əsəb yox. Onların altındakı mənaya baxın. Nəsimi dedi, söz yox, sözün altındakı mənaya baxın. Yəni mən də digərlərini də əlavə elədim. Heçlik məqamına yüksəlmək, bunu da deyim, yekunlaşdırırıq sözünüzdə böldüm. Yəni o belə deyim də Mövlana oxuyan, Rumi oxuyan, Şəms Təbrizini oxuyan onlar nə axtarışındadır? Heçlik məqamına yüksəlmək istəyirlər ki, yəni heç nə bizə toxunmasın. İndi mən bir şural terapist olaraq sizə bunu deyim ki, buna çatmaq istəyən insan öz dəyəri üzərində çalışmalıdır. Öz dəyəri üzərində də keçmişdə o yaşadıqlarımız, travmalarımız, neqativlərimizi dönüşdürdükcə bizim öz dəyərimiz artır və biz şəffaf oluruq. Bizə heç nə toxunmur. Dəyərsiz insan, dəyərsiz hiss edən insan əsəbləşirsə, özünü dəyərli hiss edən insan avtomatikdir ki, onun özü ilə əlaqəli bir şeydə əsəbləşmir. Toxunmur, bizdən keçir. Bəli, bəli. Bunu qazanaq. Yəni mən həqiqətən demək istəyirəm ki, yəni doya-doya yaşamaq üçün, sevə-sevə yaşamaq üçün, yaşamaqdan zövq almaq üçün, meditasiyada yaşamaq üçün özünüzlə olun. Yəni ancaq sizin bir işiniz var. O da ancaq özünüzsüz. Özünüzdən başqa. Son olaraq da bir şey deyim ki, pozitiv psixologiya oynamağa çalışmayın. Doğru. Heç kim. Səmimi olun. Yəni kədərlisənsə onu haqqı ilə yaşa. Yaşa. Əsəbisənsə onu yaşa, hiss et. Yəni bastırmağa çalışma. Doğru. Mən davamlı pozitiv olmalıyam, belə zorunluluğum yoxdur mənim. Yoxdur. Yeri gələcək qorxacam, kədərlənəcəm, əsəbləşəcəm. İtki baş verər, kədərlənərəm. Yəni bunu yaşasaq biz bu dönüşür. Biz duyğu içərisindən heç vaxt çıxmırıq. Sadəcə duyğular dönüşür. Amma biz bir duyğunu haqqı ilə yaşamayanda biz ilişib o duyğuda qalırıq. Doğru. Artıq davamlı o duyğunun içərisində qalırıq. Yəni kədəri hiss etsəm, yaşamağa özümə icazə versəm, o sevincə dönüşər. Amma o kədəri yaşamasam, mən kədər duyğusunda da qalacağam və artıq növbəti illərim ancaq kədərli keçəcək.